Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Abşeron rayon ərazisindəyik. Biz bir neçə gün əvvəl buranı çəkdik, paylaşdıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Gördüyünüz kimi burada qanunsuz torpaq daşınma var idi. Hal-hazırda o iş burada dayandırılmışdır. Buna baxmayaraq gördüyünüz kimi indi hal-hazırda yeni metod deyək. Hər zaman ya kamazları saxlayıb arxasında görürlər bu qanunsuz işləri və yaxud da ki gördüyünüz kimi bu hündürlükdə hasarlar çəkirlər. Baxın, hal-hazırda burada dəmirlər bastırılır. Dəmir konstruksiya ilə bu ərazi hasarlanır. Yəni ki torpağı buradan rahat daşımaq üçün heç bir medianın, jurnalistin gözündən yayınmaq üçün bu işləri görürlər. Bir də xatırladım ki, bura Abşeron rayon ərazisidir. Baxın, buradan torpağı icazəsiz, dövlətin heç bir icazəsi olmadan, mən bunu niyə deyirəm? Çünki buradakı mən o məxsus şəxsə yaxınlaşdım və ondan soruşdum ki, sizin torpağı daşımaq üçün sənədiniz varmı? Bu torpağı daşıyırsınız buradan. Dedi ki, var, amma göstərə bilmədi. Hal-hazırda gördüyünüz kimi burada, baxın, dəmir konstruksiyalar çəkilir, hündür hasarlanır və aidiyyəti qurumlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu torpaq buradan daşınacaq və burada nə tikiləcək, nə nəzərdə tutulub, onu gələcəkdə inşallah nə qədər hündürlükdə hasar da çəksələr qarşımıza biz çəkib sizə göstərəcəyik. Yəni ki, bir medianın önünə hasar çəkmək mümkün deyil. Bu hasarın arxasında nə işlər görüləcək, biz çəkib sizə göstərəcəyik. Baxın, hal-hazırda bura dəmir konstruksiyalarla qanunsuz. Mən bunu bilərəkdən deyirəm. Qanunsuz bura hasarlanır. Dəmir konstruksiya alınır ki, bu torpaq, bu ərazidə olan torpaq daşınsın və burada hansı qoçaqsa özü üçün böyük bir obyekt tikəcək. Baxın, artıq burada hasarlanmış dəmirlərlə baxın. Bax belə hasarlayacaqlar və nəticədə öz əməllərini yerinə yetirəcəklər. Bura Abşeron rayon ərazisidir.